Herkese salam, mən Səbinə Sultan və tarix müəllimiyəm. Bugünkü dərsimizdə biz Rusiya artıq Şimali Azərbaycan 19-cu əsrin əvvəllərində işğal etmişdi və burada müstəmləkə siyasəti yeritməyə başlayır. Bu haqda danışacağıq. 19-cu əsrin birinci yarısında nələr baş verib? Bunu bir təkrarlayaq. Dərsə keçmədən öncə qeyd etmək istəyirəm ki, biz artıq blok imtahanın birinci hissəsini şagirdlər veriblər 2026-cı ildə və blok imtahanın birinci cəhdində nəticənizin nə olmasından asılı olmayaraq ruhdan düşməməyə çalışın, motivasiyanızı yüksək tutun və ikinci cəhdə ciddi şəkildə hazırlaşın. Birinci cəhdə nələr səhv etmişdiniz, harada çətinlikləriniz var idi, əsasən də o yöndə hazırlaşın. Çünki böyük ehtimalla ikinci cəhddə də birinci cəhdəkinə bənzər suallar düşəcək. Və indi isə keçək 19-cu əsrin birinci yarısında nələr baş verdi. Azərbaycan işğal olundu, xanlıqlar ləğv edilməyə başlayır. İlk olaraq da elə Gəncə, Dərbənd, Bakı xanlıqları işğal olunan kimi ləğv olunur. Çünki burada güclü şəkildə müqavimət var idi ruslara qarşı. Və Çar hökuməti Azərbaycan ərazilərində xanlıqların bəzilərinin daxili müstəqilliyini saxlamışdı. Onlara general rütbəsi vermişdi və onlar Çar Rusiyasının generalı hesab olunurdular və Qafqazın baş hakiminə tabe edilər. Ümumiyyətlə, burada komendant idarə üsulu yaradılmışdı və bu komendant idarə üsulu hərbi inzibati feodal müstəmləkə xarakter daşıyırdı. Şəkidə Xoylu Cəfərqulu xan Şəki xanı təyin edilmişdi. Keçmiş Xoy xanı idi Cəfərqulu xan və özü ilə birlikdə Xoydan bir sıra əhalini köçürmüşdü Şəkiyə. Bir neçə kənd salmışdılar burada. 1806-cı ildə Qubada yerli bəylərdən ibarət bir əyalət şurası yaradılmışdı. Sonra bunlar 1810-cu ildə üsyan eləyirlər və Quba xanlığını bundan sonra ləğv edirlər, üsyan yatırılır. Daha sonra 1819-cu ildə Şəki xanı İsmail xanı zəhərlənib öldürürlər və bundan sonra Şəki xanlığı ləğv olunur. 1820-ci ildə Şamaxı xanlığı, 22-ci ildə Qarabağ xanlığı, 26-cı ildə isə Lənkəran xanlığını ləğv edirlər. Mir Həsən xan da Qacarların tərəfinə keçir. Sonradan biz görəcəyik ki, 31-ci il Lənkəran üsyanında Mir Həsən xan gəlmişdi Lənkərana, orada üsyan etmişdilər. Sonra o üsyan da məğlubiyyətlə nəticələnir və yenidən keçir Qacarların tərəfinə. Həmin hadisələrə gəldikdə təkrar bunu danışacağıq. 1828-ci ilin martında da daha bir tarixi haqsızlıq baş verir. Çar 1-ci Nikolay fərman verir və Naxçıvan, İrəvan xanlıqlarını ləğv edib həmin ərazilərdə erməni vilayəti yaradır. 1840-cı ilə qədər erməni vilayəti mövcud olmuşdu orada və bu gələcəyi tarixdə də biz görürük ki, ermənilərin bu ərazilərə iddiasına səbəb olan hadisələrdir. Demək, burada Çar Qafqazın baş hakimini təyin edirdi. Qafqazın baş hakimi komendantları ruslardan təyin edirdi və komendantlar mülki hərbi işlərə baxırdılar. Daha sonra əyalətlərə naiblər başçılıq edirdilər. Kəndlərə kəndxudalar və ya yüzbaşlar təyin olunurdu və bu naiblər, kəndxudalar ki var, onlar yerli sadiq olan bəylərdən təyin olunurdular. Burada ümumiyyətlə ərazi iki hissəyə bölünmüşdü. Mərkəzi Şuşa olan Müsəlman əyalət rəisliyi, bura daxil idi Qarabağ, Şəki, Şirvan, Lənkəran və mərkəzi Dərbənd olan hərbi dairə rəisliyi, burada daxil idi Dərbənd, Bakı, Quba əraziləri daxil idi. Sonra ilk dövrlərdə məhkəmə necə idi? Məhkəmə rus dilində aparılırdı. Ölüm hökmü yox idi. Lakin yenə də bunu yerinə yetirirdilər. Komendantlar öz başınalığa edirdilər, rüşvət alırdılar. Xalq milli dini zülmə məruz qalırdı. Əyalət şəhər məhkəmələri yaradılmışdı. Bunlara geniş səlahiyyətlər verilmişdi. Şəriət məhkəmələri var idi bu dövrə qədər və şəriət məhkəmələrinin səlahiyyətləri məhdudlaşdırılır. Yalnızca evlənmə, boşanma işlərinə baxa bilərdilər. Komendantlar qanunsuzluqlar edirdilər, vergilər normadan artıq yığırdılar, əlavə vergilər alırdılar. Kəndləri məcbur edirdilər ki, taxılı xəzinəyə ucuz qiymətə satsınlar. Bundan başqa vergi sistemi də iltizama verilirdi. İltizam nə idi? Yəni müəyyən pul müqabilində sən vergi yığılmasını öz üzərinə götürə bilərsən. Bu idi və sən bunu öz üzərinə götürdüyündə də əlavə xərclər əhalidən toplaya bilirsən və bunu qanunsuz şəkildə yerinə yetirə bilirsən. Bu da əhalinin vəziyyətini daha çox pisləşdirirdi. Bütün bu danışıqlarımdan başqa nələr baş vermişdi bu dövrdə? Köçürmə siyasəti mövcud idi. 1804-cü ildə
Ermənilər 1805-ci ildə Aysorlar, 1817-18-ci illərdə Almanlar, 1830-cu ildə də Ruslar Azərbaycan torpaqlarına köçürülmüşdülər və onlara münbit torpaqlar verilmişdi. Bir sıra vergilərdən azad edilmişdilər, mükəlləfiyyətlərdən azad edilmişlər və yerli əhalinin vəziyyətinin çətinləşməsinə bütün bunlar səbəb olmuşdular. Köçürmə siyasətinin səbəbi nə idi? Yerli özünü üçün dayaq yaratmaq, etnik dayaq yaratmaq istəyirdilər. Buna görə də xristian olan və ruslara tabe olan əhalini köçürməyə çalışırdılar bu ərazilərə. Almanlar köçürüldükdə 1817-18-ci illərdə ilk olaraq Göygöldə köçürülmüşlər. Yenilendorf ərazisində koloniya salmışdılar. Daha sonra ikinci olaraq Şəmkir şəhərinə köçürülmüşlər. Şəmkirdə Annenfeld koloniyasını təşkil etmişdilər. Burada yerli əhali bu almanlardan altında zirzəmi olan üstü kiremitli örtüklə örtülmüş çardaqlı evlər tikməyi və furqon tipli dörddəkərli arabalardan istifadə etməyi öyrənmişdilər. Daha sonra 1804-cü ildə ermənilər köçürülmüşdü. 1805-ci ildə Aysorlar köçürülmüşdü. Daha sonra 1828-ci ildə Türkmənçay müqaviləsinə və 1829-cu il Ədirnə müqaviləsinə görə də ermənilər həm Qacarlar İranından, həm də ki Türkiyədə, Osmanlıdan Azərbaycan torpaqlarına kütləvi şəkildə Qarabağ, Naxçıvan, İrəvan və Borçalı torpaqlarına köçürülmüşdürlər. Və bu köçürülən ermənilərə də böyük güzəştlər edilmişdi, vergilərdən azad edilmişlər, münbit torpaqlar onlara verilmişdi və daha sonra onların üzərinə qoyulan vergi də yerli əhaliyə nisbətən daha az idi. Yerli əhalinin üzərinə qoyulan vergidən daha az idi. Ruslaşdırma siyasəti aparılırdı Azərbaycan torpaqlarında. 1830-cu ildə ruslar köçürülməyə başladı Qarabağ, Lənkəran və Şirvan bölgələrinə və burada da ən məhsuldar torpaq payları onlara verilmişdir. Daha sonra nə olmuşdu? Burada 1830-cu ildə oktyabrın 28-də 1-ci Nikolay rusları köçürmə haqqında fərman vermişdi. Amma 1830-cu ilin 13 iyul tarixində bəy və ağaların torpaqlarının müsadirə olunmuşdu. Onların torpaqlarının bir hissəsi geri qaytarılması haqqında bir fərman vermişdi. Bunu yadda saxlamaq lazımdır. Çünki bir neçə dəfə bununla bağlı fərmanlar verir, gah alır, gah verir. Ta 46-cı ilə qədər. Bunları biraz qarışdırmamaq üçün özünüzün müstəq dəftərinizdə ardıcıl şəkildə qeyd etsəniz çox yaxşı olar. Öyrənməyiniz, yadda saxlamağınız üçün önəmlidir bütün bunlar. 1829-cu ildə də Şeyxülislam və müftü vəzifələri təsis edilmişdi. Şeyxülislamlar Şiə məzhəbli, müftü vəzifəsi isə Sünni məzhəbli əhaliyə dini rəhbərlik etmək üçün təsis olunmuşdu. Bunun səbəbi də onlar, yəni Çar hökuməti istəyirdi ki, bu əhalinin onlara istədiyi şəkildə yönləndirəcək liderlər olsun əhali arasında. 1836-cı ildə isə Xaçın Məlikliyi ərazisində olan Alban katolikosluğu ləğv edilir və Alban kilsəsinə, Alban tarixinə aid qiymətli mənbələr Rusiyaya aparılır. Bu da Alban etnosluğunun varlığına böyük zərbə olur. Bundan başqa 1836-cı ildə daha iki hadisə baş vermişdi. Yəni bu hadisələr eyni ildə baş verib. Birincisi rəhdari vergi sistemi ləğv edilmişdi. Rəhdari vergi sistemi nə idi? Yəni ticarət yollarının qorunması ilə bağlı vergi alınırdı. Bunu ləğv edirlər. Bu da ticarətin canlanmasına, bölgələr arası ticarətin inkişafına səbəb olur. İkinci hadisə isə ipəkçiliyi yayan cəmiyyətin təsis olunmasıdır. 1827-ci ildə Şəkidə Xanabad manufakturası istifadəyə verilmişdi. 1836-cı ildə ipəkçiliyi yayan cəmiyyət təsis olunur və bu cəmiyyətin ixtiyarına verilir Xanabad manufakturası. Bundan başqa əhali arasında kəndlilər aşağı zümrə idilər və kəndlilər Rus işğalından sonra artıq dövlət və sahibkar kəndlilərinə ayrılmışdılar və hər birisi də öz arasında rəiyyət, rəncbər və elat kimi qruplara ayrılırdılar. Bu kəndlilər əsasən əkinçilik, maldarlıqla məşğul olurdular. Yenə də bu köçürmə siyasəti ilə bağlı olaraq əkinə yararlı torpaqların başqa köçürülən əhaliyə paylanması həm əkinçiliyə, həm maldarlığa ziyan vurmuşdu. Eyni zamanda müharibələrin aparılması suvarma sisteminə ziyan vurmuşdu. Qarabağ və Şirvanda buğda, arpa, Lənkəranda isə çəltik istehsalı öndə idi. Şəkidə ipəkçilik öndə idi. Yarımköçəri həyat sürən tayfalar ki var idi, elat tayfalar, bunlar mədəniyyətdən uzaq hesab olunurlar və onları zorla oturaq həyata keçirməyə çalışırdılar. Bu da maldarlığın inkişafına zərər vurmağa başladı. Tezliklə məhsul vergisi də pul vergisi ilə əvəz olunmağa başlanır.
Bu dövrdə torpaq mülkiyyət formaları tiyul, vəqf və mülki xalisə idi. Tiyul torpaqları yenə də çara xidmət müqabilində verilən torpaqlar idi. Vəqf torpaqları məscid və kilsələrin öhdəsində olan torpaqlar idi. Mülki xalisə torpaqları isə yerli bəy və ağaların irsi torpaqları hesab olunurdular. Vergi sisteminə baxsaq, əsasən malcəhət və bəhrə vergiləri əsas vergiləri idi. Bundan başqa xristian əhalidən daha az vergi alınırdı, nəinki müsəlman əhalidən və komendantlar o vergiləri öz başına artıra bilirdilər və bir hissəsini vergini bir neçə dəfə artıq alırdılar. Neft, balıq və duz sənayesi iltizama verilirdi bu dövrdə. Şəhər həyatından danışsaq, Bakı, Şamaxı, Şəki, Şuşa, İrəvan və Gəncə, Naxçıvan şəhərləri inkişaf etmişdi. Hər birində 10 mindən çox əhali yaşayırdı. Sənətkarlar və ticarətlə məşğul olanlar xüsusilə seçilirdilər və onların üzərinə də ağır vergilər qoyulmuşdu. Bazarlarda satmaq üçün kəndlilər şəhərə məhsul gətirirdilər. Demək, 19-cu əsrin 20-30-cu illərində bir sıra addımlar atılmışdı ticarətin inkişafı üçün və bu addımlardan biri də 1821-ci ildə güzəştli ticarət tarifi idi. Bu tarifə görə Cənubi Qafqaza gətirilən əcnəbi malların üzərinə 50%lik gömrük haqqı qoyulmuşdu. Bu da Şimali Azərbaycanda ticarətin canlanmasına səbəb olmuşdu. Lakin bu Qərbi Avropanın keyfiyyətli malları Rusiyanın az keyfiyyətli olan mallarını sıradan çıxardırdı, yəni bazardan çıxarırdı, onlar geridə qalırdılar. Buna görə də Çar hökuməti güzəştli ticarət tarifini ləğv etdi və əcnəbi malların gətirilməsinin qarşısını aldı. 1831-ci ildə isə yasaqlı ticarət tarifi gəlir, yəni 10 ildən sonra, 10 il fərq var, 21-31. Və bu yasaqlı ticarət tarifinə görə Avropa mallarının üzərinə artıq daha yüksək bir gömrük haqqı qoyulur və beləliklə Rusiyadan gətirilən mallar tələbat daha çox artmağa başlayır. Azərbaycanda əsasən bu dövrdə kapitalizm münasibətləri dünyada inkişaf etsə də Azərbaycan aqrar ölkə olaraq qalırdı. Səbəbi də isə bu idi ki, Rusiya Azərbaycandan xam mal aparırdı, özü istehsal edirdi və sonra gətirib baha qiyməti Azərbaycanda satırdı. Yəni burada xam mal mənbəyi və satış bazarı olaraq görürdü. 1836-cı ildə bayaq qeyd etdiyim kimi rəhdari rüsumu ləğv edildi. Daha sonra 1839-43-cü illərdə pul islahatı aparılmışdı, vahid çəki ölçü pul tətbiq edilməyə başladı. Bu da ticarətin inkişafına səbəb olmuşdu. Demək, bunların 3 dənədirlər. Güzəştli ticarət tarifi 1821-ci ildə olan və 1836-cı ildə rəhdari rüsumun ləğvi və 1839-43-cü illərdə olan vahid çəki ölçü pul islahatı. Bunlar Şimali Azərbaycanda ticarətin inkişafına müsbət təsir göstərən amillərdir. 19-cu əsrin birinci yarısına baş vermişdilər. Bunları təzədən qeyd edirəm ki, siz özünüz üçün qeyd edin, çünki düşə bilər testlərdə. Daha sonra 1830-cu illərdə üsyanlarımız var Şimali Azərbaycanda Çar hökumətinə qarşı 4 üsyandır. 1830-cu il Carbalakən, 1831 Lənkəran, 1837 Quba və 1838-ci ildə Şəkidə üsyan baş vermişdi. Bu üsyanlar məğlub olurlar, hər dördü də. Və məğlub olma səbəbləri bu idi ki, qeyri-mütəşəkkil idilər, zəif silahlanmışlar, vahid mərkəzdən idarə olunmurdular, yerli xarakter daşıyırdılar, üsyançıların sayı az idi, həlledici məqamda ləngiyirdilər və üsyançılara qarşı nizami bir ordu göndərilmişdir. Bu da üsyanın yatırılmasına səbəb olmuşdu. Lakin üsyanların baş verməsi Rusiya imperialist düşüncəsində bütün öz Şimali Azərbaycana olan siyasətinin yumşaltmasına səbəb oldu və hərbi idarəetmə sistemini dəyişməyə məcbur etdi. Çünki bundan sonra 40-cı il islahatlar gəlir, 30-cu illərdən sonra və həmin islahatlarda biz görürük ki, artıq bir qədər daha mülayim bir siyasət yeritməyə çalışırlar. 1830-cu ildə Carbalakən Çar xəzinəsinə vergi vermirdi və Qafqazın baş hakimi deyir ki, borcları qaytar, Carbalakən bunu qəbul eləmir və Çar hökuməti eyni zamanda dağlıların hərəkatının da Car bölgəsinə olan təsirini bilirdi. Buna görə də Carbalakən camatlığının daxili müstəqilliyini ləğv edir və burada müvəqqəti idarə yaradır 1830-cu ildə. Bu da Carbalakəndə Rusiya əleyhinə üsyana səbəb olur. Bu üsyana da Şeyx Şaban başçılıq etmişdi, Həmzət bəy başçılıq etmişdilər. Burada müridizm təbliğatı geniş yayılmışdı. Qəhrəmancasına müdafiə olunsalar da məğlub olmuşdular. Daha sonra 1831-ci ildə Lənkəran üsyanı baş vermişdi. Bayaq dediyim kimi Mir Həsən xan Qacarlardan, əhali ilə burada olan komendant
pis rəftar edirdi və əhali müraciət edir, Mir Həsən xanı çağırır, gəlin üsyan edək. Bu da gəlir, amma ki üsyan amansızlıqla yatırılır və təqibdən qurtulmaq üçün yenidən Mir Həsən xan Cənubi Azərbaycana qaçmalı olur. Quba üsyanı 37-38-ci illərdə baş vermişdir. Demək, burada ümumiyyətlə idarə üsulunun, komendant idarə üsulunun ən ağır forması Quba əyalətində idi. Burada bundan başqa Varşavadakı müsəlman alayından atlıların toplanmasını əhalidən tələb edirdilər. Bu da əhalinin üsyanına səbəb olur. Belə ki, 1737-38-ci illərdə üsyan olmuşdu. Əhali istəyirdi ki, atlı toplanması dayandırılsın və komendant və onun əlaltıları vəzifədən çıxarılsın. Rusiya hakim dairələri bunu qəbul etdilər, lakin yerinə yetirməyə qədər tələsmədilər və üsyan daha da qızışdı. Üsyana Hacı Məhəmməd başçılıq etmişdi. Bu dövrdə Dağlı Hərəkatının rəhbəri Şeyx Şamil onlara məktub da göndərmişdi ki, ruslara inanmasınlar, olan vədlərinə inanmasınlar. Üsyançılar Quba şəhərini mühasirəyə də aldılar, lakin həlledici məqamda bir qədər ləngidilər və ruslar öz qüvvələrini topladılar. Beləliklə, üsyan fəallıq göstərənlər Sibirə sürgün edildi. Hacı Məhəmməd isə dar ağacından asıldı. Şəki üsyanı 1838-ci ildə Məşədi Məhəmmədin başçılığı ilə baş vermişdi. Üsyan yatırıldı. Üsyanların yatırılmasına baxmayaraq artıq Rusiya imperiyası başa düşürdü ki, buradakı idarəçiliyi ləğv etmək lazımdır. Burada nəsə başqa işlər görmək lazımdır. Buna görə də islahatlar dövrü başlayır. 40-cı illərdə islahatlar gəlir. 1840-cı ildə Çar 1-ci Nikolay aprelin 10-da Zaqafqaziya diyarının idarə olunması üçün Təsisat adlı İnzibati Məhkəmə islahatının layihəsini təsdiq edir. Buna görə də İnzibati Məhkəmə islahatı qanunu verir. Qanuna görə komendant idarə üsulunu ləğv edir və burada Cənubi Qafqazda quberniya, qaza sahə inzibati bölgüsü və məhkəmə sistemi yaradılır. Buna görə də iki yerə Cənubi Qafqaz bölünür. Mərkəzi Şamaxı olan Xəzər vilayətinə və mərkəzi Tiflis olan Gürcüstan İmeriya quberniyasına bölünür. Naxçıvan, İrəvan qəzalarında olan erməni vilayəti isə ləğv olunur və burada iki qəza yaranır, İrəvan və Naxçıvan qəzaları. 1841-ci ildə yaranmış inzibati ərazi vahidlərinə görə Xəzər vilayətinin qəzaları bunlar idi: Şəki, Quba, Dərbənd, Qarabağ, Lənkəran, Şirvan və Bakı. Gürcüstan Ümeriyanın qəzaları isə Yelizavetpol, İrəvan, Naxçıvan qəzaları idi və Carbalakan dairəsi idi. Qəzaların tərkibində nahiyələr var idi. Cənubi Qafqazın ali idarəçiliyi qoşunların komandanı baş hakimi idi. Baş hakim general qubernatora nisbətən daha geniş səlahiyyətlərə malik idi. Həm qubernator, həm də vilayət rəisinin vəzifələrinə Çarın fərmanı ilə yalnız ruslar təyin olunurdu. Bəy ağalar idarəçilikdən uzaqlaşdırılmışdı. Bütün idarəetmə orqanlarına xristian məmurlar təyin olunurdular. Məhkəmə sistemi ilə bağlı da elə 1840 10 aprel qanunu verilmişdi. Məhkəmələr yaradılmışdı. Yalnız rus dilində aparılırdı bu məhkəmələr. Bu da yerli adət-ənənələri bilməyən məmurların əhalini başa düşməməsinə səbəb olurdu. Əhalinin də ruslara olan inamsızlığına səbəb olurdu. Buna görə də yenə də onlar şəriət məhkəmələrinə üst tuturdular. Qəza məhkəmələri var idi. Burada hakimlərdən və vergi verən təbəqədən seçilən iclasçılardan ibarət idi qəza məhkəmələri. Mülki işlərə hərbi məhkəmələrdə baxılması qaydası ləğv olundu. Buna qədər mülki işlərə də hərbi məhkəmələrdə baxılırdı. Biz bu haqda danışdıq əvvəldə, videonun əvvəlində. Və şəriət məhkəmələri yenə kəbin, talaq, vərəsəlik məsələlərinə baxmalı idi. İmperiya qanunlarına əsasən quberniya, vilayət, qəza məhkəmələri yaradılmışdır. Kərgüzarlıq işləri də rus dilində aparılırdı, amma yenə də qeyd etdiyim kimi mülki əhali öz mülki hüquqi mübahisələrinə görə yenə də şəriət məhkəmələrinə üz tuturdular. Lakin bu inzibati bölgüdə uzun müddət davam etmir. Belə ki, 1844-cü ildə cəmi 4 ildən sonra burada Qafqaz canişinliyi yaradılır. Və burada ali hüquqların başlıca keşikçisi olmalı idi canişin. Və bu ilk Qafqaz canişini də Qraf Mixail Vorontsov olmuşdu. Daha sonra 1846-cı ildə 14 dekabr tarixli fərman verilir və bu fərmana görə Gürcüstan Ümeriya quberniyası və Xəzər vilayətinin yerində 4 dənə quberniya yaradılır. Bu 4 quberniyada Tiflis, Kutaisi, Şamaxı və Dərbənd quberniyaları idilər. Bundan sonra 1849-cu ildə İrəvan quberniyası yaradılır. 1859-cu ildə Şamaxıda zəlzələ baş verir. Bu zəlzələ nəticəsində mərkəz Bakıya köçür və Bakı quberniyası adlanmağa başlanır. Dərbənd quberniyası 1860-cı ildə ləğv olunur. 1868-ci ildə isə Yelizavetpol quberniyası yaradılır.
Sonra 1841-ci ildə birdən də çar qərar verir və bu qərara görə Qazax Şəmşəddil Borçalı nahiyələrində ağalardan Xəzər Dənizi vilayətinin bəylərindən kənd idarəçiliyindən kənarlaşdırılırlar və onların tiyul torpaqlarından məhrum edilirlər. Bu da narazılığa səbəb olur. Bu narazılığın da qarşısını almaq üçün 42-ci ildə, 1842-ci ildə bu müsadirə işləri dayandırılır. Torpaqların müsadirəsi və gedirlər Tiflisdə ağaların şəxsi hüquqlarını, onların işlənib hazırlanması ilə bağlı bir komitə təşkil edirlər. Bu komitəyə görə Ali Müsəlman Silki adlanmağa başlayır ağa bəylər. 1843-cü ildə də bir fərman verirlər ki, bu Ali Müsəlman Silkidirlər. Biz bunların hüquqlarını tanıyırıq. Bununla bağlı 1846-cı ildə də reskript imzalanır. Bu reskriptə görə Çar 1-ci Nikolay imzalamışdı. Reskripti Ali Müsəlman Silki olaraq tanımışdı. Ağa bəyləri onların torpaqlarını tanımışdı. Rəiyyət, rəncbər, nökərlər hamısı bir yerdə mülkədar tabelisi adlanmışdı. Mülkədarlar öz kəndliləri üzərində polis, inzibati məhkəmə hüquqları verilirdi. Onların hüquqları təsdiq olunurdu və bununla da Çar hökuməti özünə bölgədə sosial dayaq yaratmaq yolunda ciddi addım atmışdı. Ağa bəylərlə təbii ki, barışıq yaratmışdı. 1847-ci ildə isə, yəni bir ildən sonra kəndli əsasnamələri qəbul edilir və bu kəndli əsasnamələrinə görə ilk bunlar Şamaxı, Dərbənd quberniyalarında, daha sonra isə Qazax Şəmşəddil ağaların torpaqlarında işləmə qoyuldu. Yəni burada tətbiq olunmağa başladı. Bu kəndli əsasnamələrin nələr daxil idi? Torpaq, vergi və mükəlləfiyyət mövzuları. Torpaq mövzularına görə 15 yaşdan böyük kişilərə 5 desiyatin yararlı torpağı verilməli idi. Vergi məsələsində isə mal cəhət vergisi qalırdı, torpaq vergisi idi, taxılın 1/10, digər məhsulların isə 1/3 qədər alınırdı. Əgər kəndli öz pay torpağında mülkədarın heyvanından, məhsulundan, toxumundan istifadə edibsə, öz topladığı məhsuldan 5/1 qədər ona verməli idi. Çöp başı vergisi var idi, mal-qaranın otarılmasına görə, bəhrə vergisi vardı sudan istifadəyə görə və mükəlləfiyyətlər var idi. Mükəlləfiyyətlərə görə də hər bir kəndli ailəsindən bir nəfər 18 gün gedib mülkədarın, bəyin torpağında bir ara getməli idi və bütün kənd illiklə 2 gün sahibkarın torpağında əvrəzəyə getməli idi, iməcliyə getməli idi. Borclu idilər bunlar. Və 40-cı il islahatlarına görə bəy və ağalar kəndlər arasında aslılıq münasibətləri elə bir qanuni şəklə girdi.